Atı da diqqətinizə çatdırım, yaxın əyləşinsiniz. Deməli, TikTokda talışları təhqir etdiyinə görə toyuq hininə salınıb gəlinlik paltarı geyindirənlərə hökm oxundu. Ümumilikdə bunlar artıq bir neçə nəfərdilər. Ümumilikdə 44 il 4 ay həbs qəti imkan tədbiri görülüb. Hansı ki, həmən şəxsi, təhqir edən şəxsi təbii ki, şikayət etmək lazımdır. Qanun çərçivəsində öz əlini tapmalıdır. Amma təəssüf ki, onu, həmən şəxsi toyuq hininə salıblar, paltar geyindiriblər, videoya çəkiblər filan. Buna görə də artıq bu cinayət xarakterlidir, bilirsiniz. Və onların hər birinə, deyək ki, 10 il, 8 il 6 ay, 8 il 6 ay, 8 il 6 ay filan bu müddətdə həbs qəti imkan tədbiri görülüb. Bu qədər. Ümumiyyətlə diqqətli olmaq lazımdır. Belə şeylərdən uzaq olmaq lazımdır. Deyin biləsiniz.